Bizim əsas hədəfimiz Naxçıvanın turizm potensialını həm region daxilində, yəni ölkə daxilində, həm də ölkə xaricində tanıtmaqdan ibarətdir. Buradakı Naxçıvanın turizm resurslarına baxdıqda burada turizmin bütün növlərinin inkişaf etdirilməsi mümkündür. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf dövlət proqramı çərçivəsində də Dövlət Turizm Agentliyi tərəfindən müəyyən tapşırıqların icrası istiqamətində işlər davam etdirilir. Hal-hazırda ərazilərdə turizmin müxtəlif növlərinin və turizm xidmətlərinin, turizm təcrübələrinin inkişaf etdirilməsi üçün gələcəkdə və bugün və gələcəkdə təlimlərin keçirilməsi, insan kadrların hazırlığının yüksəldilməsi ilə bağlı işlər də planlaşdırılmışdır. Cənab Prezident tərəfindən Naxçıvanda regional turizm idarəsinin yaradılması ilə bağlı müvafiq fərman imzalanmışdır. Bu da gələcəkdə bizim institusiyon olaraq Naxçıvanın ümumi dövlət vahid turizm sisteminə inteqrasiyası və digər ərazilərdə görülən işlərin Naxçıvanda da təkrarlanması və onun ölçülə bilən keyfiyyətli işlərin həyata keçirilməsi ilə bağlı işimizi daha da asanlaşdıracağına imkan verəcəkdir. Bundan əlavə biz həmin dövlət proqramı çərçivəsində Naxçıvanda 2 turistik kəndin seçilməsi ilə bağlı işlər həyata keçirilmişik. Müxtəlif kəndlərə baxış keçirilmişdir və hal-hazırda olduğumuz Şahbuz rayonunun ərazisində Kükü kəndi və Ordubad rayonu arasında Pəzməri kəndlərinin ilkin mərhələdə turistik kənd olaraq müəyyənləşdirilmişik. Gələcəkdə də müvafiq vəsait ayrılacağı təqdirdə həmin kəndlərdə turizm infrastrukturunun yaradılması planlaşdırılmışdır.